Nepalda Qiyurong dərəsinin bütün kəndləri məhv oldu. Amma qəribə bir şey var idi. Heç bir yağış yağmamışdı, hətta bir damcı belə. Onda böyük bir su kütləsi haradan gəlmişdi? Çərşənbə səhəri Botekoşi çayı boyunca yaşayan sakinlər əvvəlcə heç nə görmədən bərk gurultu səsi eşitdilər. Sonra isə fəlakət baş verdi. Bir neçə mərtəbə hündürlüyündə olan nəhəng su və palçıq dalğası bir neçə dəqiqə ərzində bütün evləri, körpüləri və yolları utdu. Bu günə kimi ən azı 500 nəfər həyatını itirib. 1000-ə yaxın insan isə hələ də itkin düşmüş sayılır. Lakin unutmayaq, səma tamamilə açıq və təmiz idi. Bəs necə ola bilər ki, günəşli bir gündə çay belə bir nəhəng selə çevrilsin? Cavab 25 kilometr uzaqlıqda sərhəddin digər tərəfində Tibet bölgəsində idi. Zəlzələ dağları silkələmiş və nəhəng buz və qaya sürüşməsinə səbəb olmuşdu. Bu kütlə dağdan aşağı yuvarlanaraq çayın qarşısını tamamilə kəsmiş və nəhəng təbii bənd əmələ gətirmişdi. Bu bənd tədricən su ilə dolmuş və nəhayət uçmuşdu. Həmin anda toplanmış bütün su sərbəst qalmış və Nepal istiqamətində dağdan aşağı yüksək sürətlə axaraq yolunda olan hər şeyi yuyub apardı. Kəndlilərin heç bir şansı yox idi. Nə bir fırtına xəbərdarlığı, nə də səmada bir bulud var idi. Yalnız qəfil gələn gurultu və fəlakət. Ən qorxulusu isə o idi ki, eyni çay keçən ildə oxşar fəlakətlə qarşılaşmışdı. O zaman dağın yüksəkliyində bir buz gölü qəfil yox olmuşdu. Eyni sərhəd, eyni çay, cəmi bir il sonra.